Salam, axşamınız xeyir olsun. Gün Az TV-yə baxırsınız. Studiyada Aynur Zahid əvvəlcə əsas xəbər başlıqlarına qısaca nəzər tələb etdi. İndi isə daha ətraflı Məhəmməd Baqir Qalibov 4 aydır ki, parlamenti qanunsuz olaraq tətil edib və əyani iclasların keçirilməsinə icazə vermir. Bunu İran parlamentinin üzvü Kamran Qəzənfəri deyib. O, Ali Milli Təhlükəsizlik Şurasının parlamentin bağlanması ilə bağlı qətnaməsinin mövcudluğunu yalan adlandırıb və bildirib ki, parlamentin bağlanması millət vəkillərinin ABŞ ilə danışıqlar prosesinə qarşı çıxmasının və atəşkəsi qəbul etməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilib. Parlament üzvləri 1-2 ay əvvəldən Qalibovdan belə bir qətnamənin olub-olmadığını göstərməsini tələb ediblər, ancaq o heç nə göstərməyib. Buna görə də bu iddia tamamilə yalandır, deyə Qəzənfəri əlavə edib. O, bir qrup millət vəkilinin parlamentin qarşısında oturaq eyləm keçirməyə hazırlaşdıqlarını və bunun parlamentin əyani iclasının keçirilməsinə icazə verilənə qədər davam etdirmək niyyətində olduqlarını bildirib. İran prezidenti Məsud Pezeşkiyan bugün Pakistanın paytaxtı İslamabada səfər edib. Pezeşkiyanı İslamabad Beynəlxalq Hava Limanında Pakistanın baş naziri Şahbaz Şərif qarşılayıb. Səfər çərçivəsində Pakistan tərəfi Pezeşkiyana xüsusi fəxri mükafat təqdim edib. Bildirilib ki, Şahbaz Şərif ona Pakistan Həkimlər və Cərrahlar Kollecinin ürək cərrahiyyəsi üzrə fəxri fellowship statusunu verib. Bundan əlavə, İranın Xarici İşlər Naziri Abbas Əraqçı da Oman paytaxtı Maskatdan ayrıca uçuşla Pakistana gedib və İslamabadda Pakistan Xarici İşlər Naziri Məhəmməd İsaq Dar tərəfindən qarşılanıb. Şahbaz Şərif İranın raket proqramını müdafiə edib. Gün Az TV-nin məlumatına görə, Pakistanın baş naziri Şahbaz Şərif bildirib ki, İranın ballistik raket proqramına münasibətdə ikili standart tətbiq edilməməlidir və İran da digər ölkələr kimi bu hərbi imkanlara sahib olmaq haqqına malikdir. O həmçinin deyib ki, İran ilə ABŞ arasında əldə olunan anlaşmada ballistik raketlər mövzusu yer almayıb və tərəflər arasında aparılan danışıqların bir hissəsi olmayıb. Bu açıqlamalar bəzi media orqanlarının İranın raket proqramının Tehran və Vaşinqton arasında müzakirə olunan əsas mövzulardan biri olduğunu iddia etməsindən sonra səsləndirilib. Sepaha yaxın olan Fars xəbər agentliyi bu iddianı rədd edərək Şahbaz Şərifin əvvəlki açıqlamalarını səhv adlandırıb. İran prezidenti Məsud Pezeşkiyan da vurğulayıb, raket məsələsi anlaşılıb yoxdur və heç vaxt olmayacaq. O həmçinin iddia edib, əgər bizim raketlərimiz olmasaydı, İsrail və ABŞ İranı Qəzza kimi şumlayardı. Davam edirik. Trump İranın iqtisadi böhranından danışıb. Gün Az TV-nin məlumatına görə, ABŞ prezidenti Donald Trump bildirib ki, İran hazırda danışıqlar aparmaq üçün əlverişli vəziyyətdə deyil və ərzaq, dərman çatışmazlığı, eləcə də qiymət artımları da daxil olmaqla çoxsaylı problemlərlə üz-üzədir. Trump deyib, İran hazırda çoxlu problemlərlə qarşı-qarşıyadır və iddia edib ki, ölkədə inflyasiya səviyyəsi 300%-ə çatıb. O həmçinin əlavə edib, İrandan çıxacaq pullar Amerika fermerlərinə veriləcək ki, onlar İranın ehtiyac duyduğu qarğıdalı, soya və buğdanı təmin etsinlər. ABŞ prezidenti bu açıqlamaların necə həyata keçiriləcəyi və proqramın detalları barədə əlavə məlumat verməyib. Senatda İranla bağlı hərbi səlahiyyətlər haqqında qanun layihəsi üzrə keçirilən səsvermə onun işini çətinləşdirib. Lakin o məqsədlərinə yenə də nail olacağını vurğulayıb. Amerika prezidenti Donald Trump bu barədə Truth Social platformasında paylaşdığı mesajda bildirib. Beləliklə, mən İranı tam məğlubiyyət həddinə çatdırmışdım. Onlar təslim olmağa hazır idilər. Bizə demək olar ki, hər şeyi verməyə razı idilər və 10 illiklər ərzində ilk dəfə ABŞ-yə, onun prezidentinə, mənə böyük hörmət göstərirdilər. Amma ABŞ Senatı çox yanlış zamanda və mənasız olan hərbi səlahiyyətlər aktı üzrə səsvermə keçirməyə qərar verdi. Bununla da dünyada terrorun bir nömrəli sponsoru olan ölkəyə mənim dayanmalı olduğum mesajı verildi və beləliklə düşmənə yardım və dəstək göstərilmiş oldu, deyə Trump yazıb. ABŞ dövlət katibi Marco Rubio bildirib ki, ABŞ ilə əldə olunacaq hər hansı yekun razılaşma çərçivəsində İrana Hürmüz boğazından keçid üçün ödəniş və ya rüsum tətbiq etməyə icazə verilməyəcək. Rubio bu barədə jurnalistlərə açıqlamasında danışıb.
Hörmüz boğazı beynəlxalq su yoludur. Heç bir ölkənin beynəlxalq su yolundan keçidə görə rüsum və ya hər hansı ödəniş tələb etməsinə icazə verilmir. Beynəlxalq hüququn qüvvədə olan normaları bunu nəzərdə tutur, deyə ABŞ dövlət katibi vurğulayıb. Onun sözlərinə görə bu qayda dünyanın bütün beynəlxalq su yollarına şamil olunur və Vaşinqton Hörmüz boğazı məsələsində də eyni yanaşmanın tətbiqini gözləyir. Buna görə də hesab etmirəm ki, kimisə buna inandırmağa ehtiyac var. Düşünürəm ki, regionun bütün ölkələri bu mövqeyimizi dəstəkləyəcək, deyə Rubio əlavə edib. Livanda atəşkəs barədə danışıqlar İranla diplomatik prosesdən ayrı aparılacaq. Bu barədə ABŞ-nin dövlət katibi Marco Rubio Əbu-Dabiyə çatdıqdan sonra jurnalistlərə bildirib. Onun sözlərinə görə Livan suveren dövlət olduğu üçün bu proses müstəqil xarakter daşıyır. Bu proses ayrıdır çünki Livan suveren ölkədir. Onun hökuməti var və söhbət Livandan və ölkə daxilində baş verənlərdən gedəndə biz birbaşa Livan hökuməti ilə danışıqlar aparacağıq, deyə Rubio qeyd edib. O əlavə edib ki, Livandakı vəziyyətdə İranın rolu məsələsi Tehranla təmaslar çərçivəsində, xüsusən də Hizbullaha dəstək kontekstində ayrı müzakirə olunacaq. Livanla bağlı İran aspekti də var. Bu, onların Hizbullaha dəstəkləməsi və maliyyələşdirməsidir. Bu amil İranlılarla danışıqlarımızda müzakirə ediləcək. Lakin Livanın gələcəyi özünün suveren seçilmiş hökuməti vasitəsilə Livan xalqına məxsusdur və biz məhz onunla işləyəcəyik, deyə ABŞ-nin dövlət katibi vurğulayıb. İsrail nümayəndə heyəti Vaşinqtonda keçirilən danışıqlarda Livanın cənubundakı bəzi ərazilərdən qoşunların çıxarılmasına hazır olduğunu bildirib. Eyni zamanda Livan ordusundan konkret addımlar atmağı tələb edib. Bu barədə Əl-Hədəd telekanalı Amerikalı diplomatik mənbəyə isnadən məlumat yayıb. Mənbənin sözlərinə görə İsrail tərəfi xüsusilə Nəbatiyə yaxınlığındakı Əli Ət-Tahir dağlıq ərazisinin Hizbullahın yeraltı tunellər şəbəkəsindən təmizlənməsini istəyib. Mərhələli qoşun çıxarılmasının Litani çayının şimal sahilindən, o cümlədən Nəbatiyə, Kfar-Tibnit və Livanın cənubunun qərb sektorundan başlanmasının mümkün olduğu qeyd edilir. Buraxılışımız davam edir. Türkiyə Böyük Millət Məclisi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair anlaşma memorandumunu təsdiqləyəcək. Bunu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş bildirib. Numan Kurtulmuş deyib ki, imzalanan beynəlxalq sənədlər planlaşdırılan qrafika uyğun olaraq müzakirəyə çıxarılaraq ratifikasiya edilir. İmzalanan beynəlxalq sənədlər mütləq Türkiyə Böyük Millət Məclisində qəbul edilir və qüvvəyə minir. Qeyd edək ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair anlaşma memorandumu 2025-ci ilin iyulun 22-sində İstanbul şəhərində imzalanıb. 2025-ci ilin dekabrında Milli Məclis tərəfindən ratifikasiya edilib. Belə hörmətli tamaşaçılar, bu saata çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.